Bugünün ən böyük şərri nədir? Bugünün ən böyük şərri özümüzün də xəbəri olmadan əlimizə alıb baxdığımız o videolardır vallahi. Sən təsəvvür elə ki, hər videonun içərisində, hər izləmiş olduğun videonun içərisində bir damla zəhər olsa, bir damla, sən o bir damla ilə başını səcdəyə qoyduğun zaman Allahın istədiyi bir qəlblə səcdəyə qoya bilməzsən. Vallahi baxırsan, düzdür, həlak olursan. Biri pis xəbər danışır, biri yaxşı xəbər danışır. Bir dənə belə edirsən, üzdən İraqın biri çıxıb, üzdən İraqın fəzilətindən danışır. Əzizlərim deyir, necə mən kişi idim, qadın oldum, düzdür? Onu çevirirsən, başqa bir fuhuş çıxır, başqa şeydən danışır. Onu çevirirsən, başqa bir şey çıxır. Onu çevirirsən, dinsiz çıxır. Birini çevirirsən, ateist çıxır. Birini çevirirsən, müğənni də dindən danışır, düzdür? Hərəsindən sənə bir zəhər gəlsə, vallahi insanlar bunu boşu-boşuna 50 dəqiqəlik videoları 1 dəqiqəyə indirib bizə təqdim eləməyiblər. Biz oturub maşında sıxılmayaq deyə bunu etməyiblər. Etmələrinin səbəbi nədir? Ailələrdə fitnə olsun, evlərdə fitnə olsun, insanlar həlak olsunlar, insanlar ifsada uğrasınlar. Bundan dolayıdır. İndi ən böyük bədbəxtçilik budur ki, insan bunu gözünü qırpmadan əhlinə verib, övladına verib. Övlad oturub TikToka baxır, zövcə oturub TikToka baxır. Yəni, qorxmursan məgər? Orada bir dinsiz adam çıxıb sənin zövcənin qəlbinə şübhə salsa, sənin övladının qəlbinə bir ateist şübhə atsa, sən həlak olmaqdan qorxmursan, yəni. Qorxmursan ki, Allah subhanahu wa ta'ala səni bu əməlindən dolayı cəzalandırar. İnsan əhlinə qarşı, insan övladına qarşı məgər belə sorumsuz, belə məsuliyyətsiz yaxınlaşa bilər? O kimsə ki, övladının əlinə, o kimsə ki, zövcəsinin əlinə TikTok videosu, Instagram, YouTube'un short videosunu verir, əhlinin dininə dəyər verən bir insan ola bilməz. Əhlinin dininə dəyər verən bir insan mümkün deyil ki, belə rahatlıqla desin ki, istədiyin şeyə baxa bilərsən, istədiyin şey. Yox, məndə zövcə vallahi bilir, nə izlədiyini bilmir vallahi. Sən bilmirsən, sən. O necə bilir? Sən gözümün önündə oturmuşsan, nə izlədiyini bilmirsən. O necə biləcək ki? Qadındır, evdə yalnızdır, şeytanla baş-başadır, şeytanın ona vəsvəsə vermə ehtimalı çox böyükdür. Sənin övladın da safdır, düzdür? Saf bir uşağa vermirsən ki, al bu fuhuş olan insanlarla mücadilə apar. Al bu üzdən İraq olan insanlarla mücadilə apar. Al dinini bu müğənnilərdən, bu manistlardan öyrən. O da baxır. Nə olacaq ki, deyirsən? Bir gün gələcək ki, görəcəksən ki, nə zövcənin dini qalıb, nə övladının dini qalıb, nə də sənin ailən qalıb. Ona görə insan Allahdan qorxmalıdır. İnternet bəladır, internet müsibətdir. Bu kimi istifadə edildiyi zaman. Nə etmək lazımdır? İfsad edilən yerlər, kafirləri yaxşı tanımaq lazımdır.